Qarabağ ötən mövsüm Çempionlar Liqasında çox uğurlu çıxış etdi. Hətta mən bir çox hallarda iddia edirəm ki, Qarabağın özü belə təəccübləndi bu çıxışına. Açığı o qrupdakı rəqibləri görəndə heç kim buna inanmazdı. Belə möhtəşəm qələbələr, hətta play-offa vəsiqə qazanmaq. Və bundan sonra belə bir fikir formalaşır ki, bu Qarabağ Çempionlar Liqasında yox, Konferans Liqasında olsa hətta finala gedə bilər. Bu nə dərəcədə inandırıcıdır? Bu Qarabağa inamla irəli gəlir, yoxsa Konferans Liqası bir qədər küçümsənir? Məncə keçən ilki çıxışdan sonra, çünki fikir vericisə Tahir Gözəlin bir çıxışı var idi. Sabahla oyundan qabaq idi, səhv eləmirəmsə. Artıq çempionluq getmişdi, xal fərqi çox idi və sual verirlər ki, gələn il Qarabağ Çempionlar Liqasında olmayacaq. O cavab verir ki, bəlkə bu daha xeyirlidir Qarabağ üçün ki, Konferans Liqasında hətta bəlkə də biz çempion ola bilərik. Yəni bunu klub prezidenti belə artıq düşünməyə başlamışdı keçən ilki oyunlardan sonra. Təəssüf ki, bu dəfə təsnifat mərhələsində Qarabağ keçən ilki gücü ilə başlamadı, amma Qarabağ həmişə belədir. Yəni bunu razılaşmaq olar ki, həmişə təsnifat mərhələlərində müəyyən qədər biz başlayırıq tənqid eləməyə ki, bu il Qarabağdan heç nə alınmayacaq, niyə belə? İllərdir bir tendensiya var. Hər il belə olur. Hətta keçən il o qədər tənqid olunandan sonra sonda gəlib Çempionlar Liqasının 8-də 1 finalında play-off mərhələsinə qədər gəlib çıxmağı heç kim təsəvvür eləməzdi. İyul-avqust aylarındakı sonu belə bitəcək, yəni bu ssenarinin. Mən ona görə Qarabağa inanıram. Düzdür, realist danışmaq lazımdır. Mən düşünmürəm Konferans Liqasında yarım final, çünki həqiqətən də çox ciddi rəqiblər var orada. İtaliyadan, İngiltərədən, İspaniyadan, Almaniyadan bir təmsilçilər olacaq. Səhv eləmirəmsə İtaliyadan Atalanta olmalıdır bu mövsümdə. Və o rəqiblər nə vaxt Qarabağın qarşısına çıxacaqsa, məncə ora qədər Qarabağ gedə bilər, amma ilk növbədə əsas Konferans Liqasının liqa mərhələsinə düşmək lazımdır.